Salam, hər vaxtınız xeyir olsun əziz abituriyentlərimiz. Əvvəlki qəbul və buraxılış imtahanında iştirak edən suallarımızdan bir hissəsi ilə tanış olacaq. Deməli, 2022-ci il 2-ci qrup imtahanında iştirak etmiş belə bir sualına baxırıq. 2 natural ədədin birincinin 36,7 hissəsi ikincinin 18,5 hissəsinə bərabərdir. Birinci ədədin ikinci ədədə olan nisbətini tapın. Deməli, nə edirik? Verilənləri qeyd edək. Tutaq ki, birinci ədədimizi A götürsək, ikinci ədədimizi B götürsək, A ədədinin 36,7 hissəsi B ədədinin 18-də 5 hissəsinə bərabərdir. Bunların arasında vurma əməlləri var. Və edəcəyimiz ondan ibarətdir ki, A-nın B-yə olan nisbətini hesablamalıyıq. Və bu zaman A-nı B-yə böldükdə 18-də 5 kəsirini 36-da deməli 7-yə bölməliyik. Adi kəsilən bölmə qaydasına əsasən birinci kəsiri olduğu kimi saxlayıb, ikinci kəsirin tərsini yazaraq hasillərini hesablayırıq. İxtisar aparmaq istəsək 36 ilə 18-i ixtisar aparsaq 2 edir. Cavabımız 7-də 10. Doğru cavab E variantı. Növbəti suala baxaq. 15-ci sualda deməli məxrəci 3300 olan düzgün kəsirlərdən neçəsi sonlanılı kəsir şəklində göstərilə bilər deyir. Deməli ilk edəcəyimiz sonlanılı kəsir şəklində göstərilə bilməsi üçün 3300 ifadəsini vurğulara ayıraq. Vurğulara ayırsaq 3 vurulsun 11, 100 ədədi 2-nin kvadratı vurulsun 5-in kvadratı kimi göstərilir. Deməli artıq vurğulara ayırdıqdan sonra bizə 2 və 5 hasillərindən ibarət olarsa məxrəcimiz sonlanılı kəsir şəklində göstərilə bilər deyir. Bizə lazım olan 3 ilə 11 hasilinə ixtisar gedən ədədlərin sayını tapmaqdır. İlk onu deyə bilər ki, düzgün kəsir olması üçün sürət 3300 sayından kiçik olmalıdır. Bu 1. İkincisi, 33 ilə ixtisar gedən ədədlər olmalıdır. 33-ə ixtisar gedən ədədlərimiz ilk 33-dür, sonra gəlir 66, sonra 99 və bu şəkildə davam edir. 3300-dən kiçik olan, deməli, 33-ə bölünən ədəd. 3300-dən çıxırıq 30-u və tapırıq ki, 3267. 3267 bizə 33-ə bölünən ən böyük qiymətdir ki, bunu yazsam artıq düzgün olan kəsir alınacaq. İndi bunların sayına baxırıq. 33 deməli 1-ə hasildir, 2-yə hasildir, 3-ə hasildir. Bu şəkildə davam etsək, deməli 3267 isə 99-a hasildir. Demək ki, burada 99 sayda kəsir var ki, həmin kəsirləri daha doğrusu 99 dənə ədəd var ki, həmin ədədləri sürətdə yazacaq olsam, artıq məxrəcimdə 33 ilə ixtisar gedəcək 2 və 5-dən ibarət olan ədədlər alınacaq ki, bu da sonlanılı kəsir şəklində göstərilə bilən ədədlərdir. Doğru cavabımız B variantı.